deməli əmək məzuniyyətində olarkən işçinin iş yeri, vəzifəsi və sonuncu əmək haqqıdan az olmamaqla orta əmək haqqının saxlanılması qeyd olunmuşdur. Əsas sual burada sonuncu əmək haqqı məsələsinə aydınlıq gətirilməsi ilə bağlıdır. Sonuncu əmək haqqı dedikdə burada şəxsin hesablandığı, ələ aldığı əmək haqqıdan söhbət getmir. Burada işçinin əmək müqaviləsində müəyyən edilmiş əmək haqqıdan söhbət gedir ki, əmək haqqı anlayışına məcəllədə belə nələr daxildir, müəyyən edilir, vəzifə tarif maaşı, əlavələr və mükafatlar və məzuniyyətə gedən işçinin həmin vaxtda, yəni məzuniyyətə getdiyi vaxtda sonuncu əmək haqqı deyildikdə, həmin vaxtda olan və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı başa düşülməlidir. Yəni, mən bugün məzuniyyətə gedirəmsə, mənim bu günə əmək haqqım nədirsə, mən məzuniyyətə gedəndə, məzuniyyət vaxtım hesablanarkən müəyyən edilən əmək haqqı mənim işləsəydim, alacağım əmək haqqıdan aşağı düşəcəksə, mənim deməli, sonuncu əmək haqqım nəzərə alıb ödənilməlidir. Daha sadə yolla mən bunu izah edeyim. Yəni, tutalım ki, fevral ayının 1-dən məzuniyyətə çıxırıq. Bu zaman məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanır. Son 12 aya görə orta əmək haqqı hesablandı. Misal deyək, mənim də əmək haqqım 1000 manatdır. Son 12 aya görə əmək haqqı hesablanır və mənə ödəniləsi pul 1000 manat yox, 900 manat, 950 manat müəyyən edilir. Yəni, tam aydın olur. Bəli, 950 manat müəyyən edilirsə, bu zaman işə götürən mənə 1000 manatımı, ən azı 1000 manatımı ödəməyə borcludur. Yəni, bir